Dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri uşaqlara nə bişirdim? Eyni xəmirdən, baxın, belə piraşkilər bişirdim. Kim istəsə reseptini deyə bilərəm. Baxın, nə gözəldir. Çox yumşaqdır. Bir dənə sizə belə göstərim. Baxın, içində ətdir. Bir dəqiqə, indi sizə kartoşkanı da göstərərəm. Bu da kartoşkalıdır dostlar, baxın. Bu da kartoşkalıdır. Bu da belə içini göstərir. Mənim uşaqlarım sevir çox qızardanda. Bax, görürsünüz, içi də boldur. Eyni reseptdən həm kartoşka eləyirəm, həm ətlə eləyirəm. Hələ burada da qozlandı, bunu da eləyərəm. İndi də xəngəl eləyirəm, onu da göstərərəm. Dostlar, bu da xəngəl. Xəngəli də bişirdim. Əsas odur ki, canlıda bişirdim. Biri dedi qalındır, biri dedi belə olmur, biri dedi elə olmur. Əsas odur ki, mənim balalarım yeyir. Əsas odur ki, Yusufla Vüsal yeyir. Düz demirəm dostlar. Əsas odur ki, mənim balalarım yeyir. Gör nə gözəl eləmişəm. Biri yazdı qalındır, biri yazdı nəzidir. Fakt. Bunu o iki uşaq yeyir. Bilirəm da Yusuf indi yeyəndə bayanar. Yəni mənim üçün əsas nədir? Bəyənirlər. Mənim balalarım ki bəyənir, o qarşı tərəfin yazdığı mənim maraqlı deyil. Prosto günaha girirlər. Bilirsiniz, günaha girirlər. Bax, bir dənə xəmir bugün, 2 dənə xəmir. Həm piraşki elədim ətlə, həm kartoşka ilə, həm bax bunu bişirdim. Bu da elə belə çayla içməyə qozlu.